Rahatlıq mənzildə ilk öncə qonaq otağından başlayır. Qonaq otağı nə qədər geniş və mebellər rahat olarsa, yaşamaq bir o qədər əlverişli və rahat olur. 30 kvadrat metrlik hal-hazırda siz geniş qonaq otağını görürsünüz, ən əsası kvadrat formasında və içərisində gördüyünüz mebellər də zövqə uyğun olaraq yığılır. Gəlin sizi digər otaqlarla tanış edim. İlk öncə dəhliz hissədə yerləşən hamam otağı və geniş mətbəx hissəsi var. Gəlin birlikdə baxaq. Gözəl mətbəx mebeli yığılır və mətbəxdən terrası var. Gəlin göstərim sizə. Geniş terrası. Buranı istəsəz bağlaya da bilərsiniz. Əziz dostlar, bura 14-cü mərtəbədir. 14 mərtəbəli binanın 14-cü mərtəbəsi yaşayışdır. Birbaşa da lift qalxır. Burada bizim qardırobumuz. Əsas yataq otağı, 2 yataq otağı var. İçərisində hamam otağı, gözəl rənglərdən istifadə edilib. Və ikinci yataq otağı. Buradan da bayaqki terrasa çıxışı var. Əziz dostlar, 135 kvadrat metr sahəsi çıxarışlı, ən əsası da yeri gözəl bir yerdədir. Nərmanov metrosuna yaxın, metroparka da yaxındır. Gördüyünüz bu mənzilə sahib olmaq istəyirsə bizimlə əlaqə saxlayarsınız. Sağ olun, salamat qalın.